Bir dənə sizə misal deyim. Bir neçə il bundan qabaq işə baxdım. 4 nəfər şagird, 9-cu sinifin şagirdləri. Bir qız şagirdlə istəyirlər ünsiyyətdə olsunlar. Qız da indi balaca qızdır da, indi nə bilim 15 yaşı var, 14 yaşı var. 9-cu sinif 14 olardı da. Neysə bunlara kobud deyir. Bir gün bunlar dördü də qız çıxanda məktəbdən, dərsdən onu saxlayırlar. Ne cürsə alladıb tezə tikilən binaların birinin blokuna salıb, üzr istəyirəm də, vururlar. Bir neçə dəfə vururlar. Sonra qeyri-təbii yolla cinsi əlaqədə olurlar. Onu da video çəkirlər. Bunlar deyirlər ki, sən əgər gedib evdə desən, bütün sosial şəbəkələrdə müəllimlərə və s. bunu göndərəcək ki, sən özün bu ilə razılıq vermisən və s. Yum ginən. Qız böyük sarsıntı keçirir və s. Amma ki, evinə gəlib demir. Bunlar da görürlər ki, belə qız gələ də gəlir, heç nə demir. Başlayırlar bunu demək olar ki, həftədə bir dəfə belə bir üsulla aparırlar bloka. Bu ilə müxtəlif hərəkətlər edirlər də. Axırı elə azğınlaşırlar ki, qıza deyirlər ki, bizə pul ver. Qız bütün bu pulları verir bunlara. Bunlar da hər dəfə deyirlər, yox 10 manat gətir, yox 20 manat gətir. Bu da gedir evdən oğurlayır, tutaq ki, atasına. Atası hətta şübhələnir. Bir gün görür ki, ata soruşur ki, görür qızda nəsə belə də problemlər var. Qız heç nə demir, səhər fikirləşir ki, özünü öldürsün. Gəlir, istəyir, dənizə atsın özünü, öldürsün və s. Bir dənə məktub evdə yazır ki, biz belədir, mənimlə belə rəftar ediblər, özümü öldürdüm. Təbii ki, faciə, bunlar tez polisə gedir və s. Təsadüfən polislər bunu dəniz qırağında hardasa, yadımdan çıxıb deyəsən, bulvarda olub ya harda. Görürlər bir balaca qız ağlayır, dayanıb dənizin düz qırağında nəsə eləyəcəkmiş də, ağlayır. Bunu tuturlar, aparırlar, görürlər ki, qızı axtarırlar. Bundan sonra işi polislər istintaqını aparıb göndərirlər bizə. Təbii ki, biz onlara böyük məsuliyyətə cəlb edib məhkum elədik. Hamısını da həbs elədim mən. Zaldan həbs elədim, onları buraxmışdılar. Böyük də cəza verir. Böyük ki, indi yetkinlik yaşına çatmayanlar, onu da biləsiniz ki, 10 ildən artıq azadlıqdan məhrum etmək mümkün deyil.